tariximizin en uca zirvəsinə yazılmış Zəfər günüdür. Bugün biz təkcə qələbəni deyil, vətənimizin yenidən doğrusunu, Azərbaycan xalqının birliyini qeyd edirik. Torpaqlarımız azad oldu, bayrağımız yenidən uzaldı. Bu zəfəri bizə bəxş edən Müzəffər Ordunun Ali Baş Komandanı İlham Əliyev və igid əskərlərimizin canı, qanı, inamı oldu. Bu zəfər bize onu gösterdi ki, Azərbaycan xalqının birliği, gücü, vətənə sevgisi neye qadirdir? Azərbaycan xalqımızın, dövlətimizin torpaqları, əziz şagirdlər, artıq bayraqlarımızın uzanılması sizdən asılıdır. Öğrenin, oxuyun, bayraqlarımızı yükseklərdə saxlayın. İstər təhsildə, İstər digər sahələrdə, əziz şagirdlər. Mən çox arzu edirəm ki, sabahın zirvələsini, zəfərini sizlər yazacaqsınız. Söz vermək istəyirəm. Azərbaycan Respublikasının Veterinariya Cəmiyyətinin Tovuz rayonu şöbəsi ilə sədri Etibar müəllimə. Tovuz rayon şöbəsinin, Qarabağ illərində Qayğı İstibarinin Tovuz rayon filialının bütün üzvlər adına sizi Zəfər Bayramı rəsmə təbrik edirik. Əlbəttə sizə bu yeni fəaliyyətinizdə uğurlar arzulayırıq. İnşallah biz hər yerdə tədbirlər iştirak edirik. Bundan da gözəl tədbirlər təşkil edirsiniz. Allah sizləri var eləsin. Müəllim kollektivimizə də təşəkkür edirik. İnşallah bizim bu gənclərimizi yaxşı təlim tərbiyə ilə gələcəyə hazırlayırıq. İki sayılı Yunan idarəsinin məsləhətçisi, məsləhət müəllim. Təşəkkür edirəm gəldiyiniz üçün. Ben de her birinizi salamlayıram. Hər birinize təşəkkür edirəm işinizə görə. Ümumiyyətlə 8 noyabr bildiyimiz kimi Zəfər bayramıdır. Noyabr ayı bayramla dolu olan bir aydır. Yəni 8 noyabr, 12 noyabr, 13 noyabr. Bununla bağlı hər birinizi təbrik edirəm. Və 8 noyabr bizim gənclərimizin, bizim ordumuzun qürurudur. Və həm də 8 noyabr Şuşanın işğaldan azad olunduğu gündür. Buna görə də bir daha yenə təbrik edirəm sizləri. Münasibətlərimizi təbrik edirəm. Can sağ razı olun. Gözəl gün idi, gözəl tədbir idi.